Rusiyanın ssenariləri dəyişmir. Rusiya həmişə mərhum Çernamırdin demişkən, nə qədər yaxşı etmək istəsə də həmişəki kimi edir. Rusiyanın da Azərbaycanla bağlı ssenarisi bu idi. Rusiya, məsələn, siz məndən fakt istəyirsiniz. Mən də sizə fakt deyirəm ki, Azərbaycanda öz 5-ci kolonunu yaradıb gücləndirmək və effektiv vəziyyətə gətirmək üçün Rusiya 100 milyon dollar pul xərcləyib. 100 milyon dollar. Və bu 100 milyon dolları mən demirəm. Bunu Rusiyada araşdırmaçılar deyirlər. Və bu məsələdə bu xərclənmiş pullar hamısı havaya sovrulub, mənimsənilib, ələ keçirilib və heç bir iş görülməyib. Rusiyanın məsələn Serbiyadakı bu dəqiqə vəziyyəti eynidir. 100 milyonlarla dollar xərclənib, ortada heç nə yoxdur. Macaristanda eyni, Slovakiyada, Sloveniyada eyni vəziyyət müşahidə olunur. Ramiz Mehdiyevlə bağlı siyahılar var. Bu siyahılarda konkret şəxslərin adları var. Bu şəxslərə Ramiz Mehdiyev vədlər verib, hakimiyyətə gələcəyik. Hakimiyyətə gələndən sonra səni vəzifəyə qoyacaq. Bilirsiniz, dövlət çevrilişində həmişə vəzifə şirnikləndirməsi olmalıdır. Kimisə şirnikləndirməyi bacarmalısan. Vəzifədə olanın nə mərağı var ki, hakimiyyət çevrilişi etsin? Deyir, zaten vəzifədəyəm. Məsələn, nazirdirsə, onu ancaq prezident vəzifəsi və yaxud da baş nazir vəzifəsini təklif etmiyorlar. Amma vəzifədən kənarlaşdırılmış adama öz yerinə bərpanı vəd eləyəndə, onu şirnikləndirmək, tovlamaq, yoldan çıxarmaq bir qədər asan olur. Ramiz Ənvəroğlu da düşünürəm, bu mənim subyektiv fikrimdir, çünki istintaq materiallarla tanış deyiləm. Düşünürəm ki, bu sistematikadan istifadə edib. Və məhz bu baxımdan da tovlama və şirnikləndirmə əməliyyatlarını həyata keçirməyə çalışıb. Amma bəla burasındadır ki, onun siyasi Rusiya üçün maraqsız olub. Rusiya düşünürsünüz ki, Azərbaycanda nələr baş verdiğini bilmir. Bilir. Azərbaycan hakimiyyətinin reytingini də bilir, nüfuzunu da bilir, gücünü də bilir. Azərbaycanda dövlət çevrilişini səbatda edə biləcək heç bir amil yoxdur. Çünki Azərbaycanın həm şərqlə, həm qərblə, həm şimal və həm də cənubla münasibətləri xeyli normal və xeyli xoşdur. Dövlət çevrilişini hansı formasiyada, hansı transformativ metodologiya ilə etmək olardı, bu mənim üçün çox böyük qaranlıqdır. Və Rusiya da bunu anladığı üçün düşənbə görüşündən söhbət getmir. Sadəcə olaraq Ramiz Mehdiyevi bir prezident kimi Azərbaycan hakimiyyətindən təqdim edib. Azərbaycan hakimiyyətinin əslində bu prezidentə qətiyyən, amma qətiyyən ehtiyacı yox idi. Çünki hakimiyyət gözəl bilirdi ki, Ramiz Mehdiyev nə işlə məşğuldur. Vaxtilə başqalarına da bu cür xəbərdarlıq edilmişdi ki, sən vəzifədən kənarlaşandan sonra normal işlərlə məşğul. Amma onlar özlərini anormal apardıqları üçün məsuliyyətə cəlb olunurlar. Ramiz Mehdiyev də anormal vəziyyətdən normal vəziyyətə qayıtmaq üçün hakimiyyət tərəfindən sövq edildi, amma yenə də anormallığa qayıtdı. Çünki belə adamlar islah olunmurlar. Heç vaxt olunmayacaqlar.